İbn-i Qayyim rahimehullah deyir ki, təvəkkül əl-inqita'u anil əsbəbi bə'də bəzlil əsbəb. Səbəbləri yerinə yetirəndən sonra səbəblərdən qırılmaq. Səbəbdən tut fikir ver, diqqət elə, dəhşətli tərifdir bu. Yəni, səbəbləri edəndən sonra, demişəm ki, mən etmişəm, ruzi gələcək, etmişəm, bunlardan gələcək. Yox, Allah da verən ha, qırıl bunlardan. Qırıl. Yəni, inqita, kəs bunları, at bunları. Ona bağlanmayasan, o ilə imtihan gələcək. Qırıl onu. Bax, görsən, amma biz qırılmırıq ha. Çətin şeydir bu. Biz elə bir təvəkkül əhliyik. İnqita anil əsbəb, bə'də bəzlihə, bə'də bəzlil əsbəb. Ki, səbəbləri yerinə yetirən sonra qırılmaqdır. Yəni, mən etmişəm, Rəbbim mənə et deyib, ona görə etmişəm. O ruzu verən də odur. وَلِلَّهِ مَا فِي السَّمَوَاتِ مَا فِي الْأَرْضِ. Yəni, Quran-ı Kərimdə وَلِلَّهِ مَا فِي السَّمَوَاتِ مَا فِي الْأَرْضِ yerlərdə və göylər nə varsa Allaha aiddir. Təkrarlanan bir səhifədir. 2 ayə dalbadal 3 dəfə təkrarlanır. 3 dəfə dalbadal. Yəni, təkrarlanır bu məsələ. Və sonra bundan sonra yəni, əgər siz Allahdan qorxmasanız, in yeşə yudhibkum eyyuhan nas və yəti bi axarin və kənəllahu alə zəlikə qadir. Əgər siz etməsəz, təqvalı olmasanız, sizi aparar və başqalarını gətirər ey insanlar və kənəllahu alə zəlikə qadir. Allah deyir buna nədir? Qadirdir. Və sonra bizi axirət savabına yönəldir. Deyir ki, və mən yurid savabə dünya fə indəllah savabə dünya vəl axirə. Əgər kim ancaq dünya neymətini istəyərsə və bilsin ki, dünya və axirət neyməti də Allahın əlindədir. Və kənəllahu səmiən basira. Allah eşidəndir və görəndir.